Əli Əleyhisselam kimdir? Əli Əleyhisselam o adamdır ki, məsciddə doğulub, məsciddə də dünyadan köçüb öldürüblər. Əli Əleyhisselam o da adamdır ki, Xeybərin fatihidir. Əli Əleyhisselam o adamdır ki, Bədrin fatihidir. Əli Əleyhisselam o da adamdır ki, Uhudun fatihidir. Əli Əleyhisselam o adamdır ki, Əli Əleyhisselamın Quran ayəsində demək, Allah Taala xristianlarla müsəlmanlar arasında olan and içmə mərasimində o xristianlar ki, xaçpərəstlər ki, Peyğəmbərimizə dedi ki, and içək, Əleyhisselam o adamdır ki, Peyğəmbər sallallahu onu özü ilə apardı, Fatıma-i Zəhranı apardı, İmam Həsən, İmam Hüseyni apardı. Demək, bu cür məsələlər var. Əleyhisselam o adamdır ki, onun haqqında nə qədər ayələr gəlib. Əleyhisselam o adamdır ki, onun həyat yoldaşı Fatıma-i Zəhra haqqında bir sürrə gəlib.